Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İnnəlləhə tayyib. Həqiqətən də Allah azza və cəllə pakdır. Ət-tayyib Allah azza və cəllənin gözəl adlarından birisidir. Və ləhul əsmaul husnə, ən gözəl adlar Allaha məxsusdur. Və o adlardan birisi də ət-tayyibdir. Və bunun dəlili, yəni biri desə ki, Allahın belə bir adının olduğunun dəlili bu hədisi zikr edəcəksən. Deyəcəksən ki, çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub ki, İnnəlləhə tayyib. Allah pakdır və yalnız pak olanı qəbul edir. Bu hədis onun dəlilidir. Ki, ət-tayyib adı Əl-Əsmaul Hüsnədandır. Və mənası nədir? Yəni pak. Yəni Allah azza və cəllə pakdır. Yəni bütün eyiblərdən, bütün qüsurlardan və nöqsan sifətlərindən bəridir, münəzzəhdir, uzaqdır. Ət-tayyib. İsminin mənası budur. İnnəlləhə tayyib, həqiqətən Allah pakdır, la yaqbalu illa tayyibən və yalnız pak olanı qəbul edir. Allah pakdır və yalnız pak olanı qəbul edir. Ümumiyyətlə, bu formada Allahın başqa adları, başqa hədislərdə varid olub. Məhz bu formada. Yəni, məsələn, Allah mərhəmətlidir, mərhəmətli olanları sevir. Allah həlimdir, həlim olanları sevir. Bu cür hədislər varid olub. Məsələn, bir hədisdə Allah Resulü Aleyhisselatü Vesselam buyurur ki, İrhamu mən fil ard, yerhamkum mən fis səmə. Yer üzündə olanlara rəhm edin ki, səmada olan da sizə rəhm eləsin. Bu hədislər nəyə dəlalət edir? Bu qəbildən olan hədislər, o hədislərdən birisi də budur. Fikir verin, Allah pakdır və pak olanı qəbul edər. Yəni, Allahın bəzi adları, bəzi sifətləri var ki, o adlarda, o sifətlərdə müştərəklik var. Xaliq ilə məxluqlar arasında. Keyfiyyətdə olmasa da, və Allah azza və cəllə o cür isimlərin təcəllisini öz qulları üzərində görməyi sevir. Bütün adlar belə deyil. Məsələn, Allahın Allah ismi, Ər-Rahman, Əl-Xaliq. Bu adlar bu cür adlardan deyil. Amma var Rahim, Həlim. Allah Rahimdir, Həlimdir və Rahim olanları, Həlim olanları sevir, sevmir. Sevir. Və o cümlədən də bu hədis. İnnəlləhə tayyib, Allah pakdır və yalnız pak olanı qəbul edir. Ona görə Allah azza və cəllə ayədə buyurur ki, وَالطَّيِّبَاتُ لِلطَّيِّبِينَ وَالطَّيِّبُونَ لِلطَّيِّبَاتِ. Pak, təmiz qadınlar, təmiz kişilərin, təmiz kişilər də təmiz qadınlarındır. Allah pakdır və istəyir ki, qulları da nə olsun? Pak olsun. Məsələn, başqa hədisdə Allah Resulü Aleyhisselatü Vesselam buyurur ki, İnnəlləhə vitir və yuhibbul vitir. Allah təkdir, vitir və tək olanı sevir. Və başqa hədisdə buyurur ki, İnnəlləhə cəmil və yuhibbul cəməl. Allah gözəldir və gözəl olanı, gözəlliyi sevir. Bu qəbildən olan isimlərdən birisi də Ət-Tayyib ismidir. İnnəlləhə tayyib, la yaqbalu illa tayyibən. Həqiqətən də Allah pakdır və yalnız pak olanı qəbul edir.